Salam dostlar, kanalıma hoş geldiniz. Bugün yeni görüşünüze geldim ve daha maraqlı bir mövzu ile sizi tanış edeceğim. Yadınızda keçən dəfə mən sizə danışmışdım podagora xəstəliyi haqqında. Podagora nədir, podagorada necə qorumaq olar? Bu arada mən sizinlə danışdım. Bugün isə mən sizə bir mövzu resepti verəcəyim. Hansı ki, təkcə podagordan yox, ümumiyyətlə oynaq xəstəliyinə, bütün oynaq xəstəliyində bundan istifadə edilmək olar. Bunun tərkibi çox zəngindir və çox maraqlı bir tərkibdir. Yəni, hamı üçün əlçatan bir tərkibdir. Bunun tərkibini gedir zeyrək toxumu 50 qram, darçın 50 qram, küncüt 50 qram və propolis və zəncəfil isə 30 qram və 1 kiloqram da bal. Balı məsələn keçi buynuzlu bərməzliyi ilə əvəz eləmək olar. Kimdə şəkər xəstəliyi varsa, yəni balla eləsin. Kimdə şəkəri yoxdur, onu eləsin keçi buynuzlu bərməzliyi ilə əvəz edə bilər balı. Demək, bu çox zəngin tərkibə malik bir məzundur. Bu təkcə oynaq xəstəliyində deyil, ümumiyyətlə mədə xəstəliyində də bundan istifadə eləmək olar. Demək ki, burada keçi toxumunda, küncütdə demək ki, orada çox kalsi var. Sonra burada omega tutduğu piri yağlar var. Ona görə də bundan istifadə eləmək, hər bir xəstəlik haqqında xəstəliyin müalicəsində eləmək olar. Hətta bunu məsələn tamamilə sağlam adlanan da bundan istifadə edə bilər ki, xəstələnməsin. Çox gözəl bir tərkib var. Demək ki, bu oynaqları canlılaşdırır. Təkcə oynaqlar, ümumiyyətlə bu orqanizmi canlılaşdırır və demək, pis xolesterini azaldır. Orqanizmdən pis xolesterini azaldır. Və qan damarların içini təmizləyir və damarları canlılaşdırır. Damarların işini asanlaşdırır. Demək, oynaqlarda gedən hər hansı bir iltihabi proseslərinin qarşısını alır. Bu məzun həm təbii antibiotikdir, həm təbii ağrı kəsicidir, həm də təbii antioksidatdır. Ona görə də bu məzundan hətta xəstəliyinin profilaktikasında bundan istifadə etmək lazımdır, vacibdir. Çünki bu məzun dediyim kimi çox zəngin bir tərkibə malikdir. Yəni, burada təbii antibiotik olan propolis var. Həmçinin burada darçın var ki, darçın təbii ağrı kəsici bir vasitədir və istənilən bir ağır qidaların həzmində darçından istifadə etmək lazımdır. Ona görə də Azərbaycan mətbəxində ət yeməklərində adətən ət yeməyi hazırlayır ki, orada darçından istifadə olunur. Ona görə də uşaqdan böyüyəni bu məzunun istifadəsində bir qadağa yoxdur. Hər kəs bunu istifadə edir. Şəkər xəstəliyi üçün də faydalıdır. Çünki darçın özü şəkər xəstəliyindən faydalıdır. Ona görə də həzm xəstəliyi, mədə üçün də bu çox faydalıdır. Turşuğun qarşısını, mədə turşuğunun qarşısını alır. Yəni, həzmi rahatlaşdırır. Ona görə də mədəsində problem olanlar da, qastriti falan onlar da bundan istifadə edə bilər. Yəni, dediyim kimi bu məzun universal bir məzundur. Həm demək ki, oynaqlar üçün revmatizm, revmatoid artrit, poliartrit, podagora kimi xəstəliyin müalicəsində bundan istifadə etmək olar. Həm də ki, mədə xəstəliklərində bundan istifadə etmək olar. Həm də qanı durlaşdırır, qanın torbalaşmasının qarşısını alır və bu da çox yaxşı bir bu məzunun yaxşı göstəricisidir. Bu qan torbalaşmasının qarşısını alır. Qanı durlaşdırır. Yəni, qanın duru olması hər bir adam üçün vacibdir. Son zamanlarda da, yəni ki, çox adam insultdan, infarktdan əziyyət çəkir. Bu da qan qatılığının nəticəsində əmələ gəlir. Və çox adamlar bildiyimiz kimi kardiomagndan, kardioaspirindən istifadə edirlər. Ona görə də həmin bu məzundan istifadə edirsiniz, heç bir qan dolucudan istifadə eləməyə ehtiyac qalmayacaqdır. Ona görə də bir daha məzunun tərkibini deyirəm ki, buraya gedir 50 qram zeyrək toxumu, 50 qram darçın, 50 qram küncüt, 30 qram propolis, 30 qram zəncəfil və 1 kiloqram bal. Yenə deyirəm ki, əgər kimdə şəkər xəstəliyi varsa, baldan istifadə eləsin. Yəni, təbii ki, bal təmiz bal olmalıdır. Əgər kimin şəkəri yoxsa, keçi buynuzlu bəhməsindən istifadə edə bilər. Məzunu hazırlayın, istifadə edin və sağlam olun. Bu qədər. Çox maraqlı bir məzun resepti sizə verdim və yenə deyirəm ki, əgər kim kanala abunə olmayırsa və belə maraqlı məlumatlardan istifadə edirsiniz, kanalı bəyənin, kanalıma abunə olun, videolar bəyənin, paylaşın ki, sizin dostlarınız da bu məsləhətlərdən istifadə eləsinlər. Hələlik bu qədər, gələn görüşlərə dək.